Bismillahirrahmanirrahim. Değerli tabi'in alimlərdən olan Said ibn Cübeyr rahimehullah belə buyurur: Qiyamət günü bəndənin əməl dəftəri gətirilər. O orada nə namazını, nə orucunu, nə də salih əməllərini görər və belə deyər: Ey Rəbbim, bu mənim kitabım deyil. Ona deyilər: Rəbbin nə unudar, nə də səhv edər. Sənin əməllərin insanların qeybətini etdiyin üçün puça çıxmışdır. Həqiqətən də Allahdan qorxan insan bu sözlərin qarşısında susar, düşünər, kədərlənər. Bir anlıq təsəvvür et, illərlə namaz qılmısan, dua etmisən, göz yaşların olub, Allahım məni bağışla demisən. Sonra qiyamət günü gəlir. Hər kəs qorxu içindədir. Əməl dəftəri açılır. İnsan ümidlə baxır ki, bəlkə bir səcdəm, bir gecə etdiyim dua, bir sədəqəm məni qurtarar. Amma görür ki, yoxdur. Sanki hamısı silinib. Axı niyə? Buna nə səbəb oldu? Çünki dilimizi qoruya bilmədik. Bir məclisdə bir insanı gözdən salmağa çalışdıq. Birinin qüsurunu danışdıq. Kiminsə hörmətini qırdıq. Bəlkə də bunu gülərək etdik. Bəlkə də mən düz deyirəm deyə özümüzü haqlı saydıq. Amma bir şeyi unutduq. Axı biz bir gün öləcəyik. Biz ölümü haqqı ilə düşünmədik. Biz aləmlərin Rəbbi olan Allahdan haqqı ilə qorxmadıq. Biz Peyğəmbər sallallahu aleyhi və səlləmə haqqı ilə tabi olmadıq. Əgər haqqı ilə tabi olsaydıq, anan sənə ağlasın ey Muaz, insanları üzü üstə cəhənnəmə sürükləyən, onların dillərindən çıxan sözlərdir deyən bir Peyğəmbərin bu qorxuducu xəbərdarlığına qarşı laqeyd qalmazdıq. Bu dünya qalıcı deyil. Bugün haqqında danışdığımız insan sabah torpağın altında ola bilər və başqa bir sabah isə torpağın altında olan biz olarıq. Biz hansı üzlə Allahın qarşısında dayanacağıq? Kimisə gözdən salmağa çalışmaqla məyər üstünlük qazanırıq? Bir insanı kiçiltməklə böyüyürükmü? O pisdir, mən yaxşıyam demək istəyirik. Halbuki həqiqət çox ağırdır. O an qeybət etdiyimiz vaxt bəlkə də məclisdə ən pis olan elə özümüzük. Çünki dilini qorumayan, onu qeybətlə, xoşa gəlməz sözlərlə danışdıran biri necə yaxşı insan olduğunu zənn edə bilər. Nə qəribədir, insan öz qüsurunu görmək əvəzinə başqasının qüsuruyla məşğul olur. Halbuki öz qəlbimiz nə vəziyyətdədir, onu bilmirik. Allah qatında kim daha dəyərlidir, onu bilmirik. Bəlkə qeybət etdiyimiz insan gecələr ağlayıb tövbə edir, Allah onu sevir. Amma biz dilimizin günahı ilə özümüzü məhv edirik. Ey iman etmişəm deyənlər, dil çox kiçik bir üzvdür, amma insanı ən böyük uçuruma aparan da bəzən elə odur. Allah qorusun, Allah bizi islah etsin, Allah bizi insanların eybi ilə məşğul olan qullardan etməsin. Dilimizi qoruyaq, danışmazdan əvvəl düşünək, bu söz sabah mənim əməl dəftərimdə qarşıma çıxsa peşman olarammı? Çünki bir gün hamımız öləcəyik, məclislər bitəcək, adlar unudulacaq, insanlar dağılacaq, amma danışdığımız sözlər qalacaq. Və o gün nə var dövlət, nə ad, nə insanların tərifi fayda verməyəcək. İnsan yalnız öz etdiyi əməllərlə baş-başa qalacaq. Allah dilimizi qeybətdən qorusun, qəlbimizi təmiz etsin və bizi peşman olan qullardan deyil, bağışlanan qullardan etsin. Amin.